Vətən müharibəsində 3000-dən artıq şəhidimiz oldu. Bugün xalqımızın qürur və ləyaqət qoruyucularını ehtiramla anırıq. Studiyamızın qonağı Yaşad Fondunun rəhbəri Elvin Hüseynovla efirimizi davam etdiririk. Elvin mənim, xoş gəlmişsiniz. Xoş gördük. Rəhbərlik etdiyiniz qurumun adı Yaşaddır. Bunun həm də bir mesaj xarakterli qəbul olunur. Yaşad bugünə qədər neçə insanı yaşadıb? Sualınıza görə təşəkkür edirəm. Bu günləri Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini böyük ehtiramla yad edir və bugün bütün xalqımız anım gününü qeyd edir. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, qazilərimizin canını sağlam etsin. Siz doğru qeyd etdiniz. Yaşad Fondu adından da göründüyün kimi yaşatmaqla məşğuldur, missiyası budur. Və yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Ali Baş Komandan tərəfindən dekabr ayının 8-i 2020-ci il tarixində yaradıldı. Və bugünə qədər Yaşad Fondu ötən dövr ərzində 18 mindən çox şəxsin 90 minə yaxın müraciətini öz öhdəliyinə götürüb və dəstəkləyib. Bu müraciətlər bilirsiniz, Yaşad Fondunun 4 fəaliyyət istiqaməti var. Məişət şəraitinin yaxşılaşdırılması, tibb istiqamətində olan dəstəklər, təhsil və istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması ilə bağlı. Ümumilikdə bu 4 istiqamət üzrə Yaşad Fondu dediyim kimi 18 mindən çox şəxsin, burada həm şəhid ailə üzvləri, eyni zamanda müharibə əllərimiz nəzərdə tuturuq, 90 minə yaxın müraciəti tərəfimizdən dəstəklənir. Və bu müddət ərzində bu müraciətlərə 92 milyon manatdan artıq vəsait öz təyinatı üzrə xərclənib və bu vəsaitlərin hər birinin təsdiq edəcək sənədləri, bank qəbzləri Yaşad Fondunun rəsmi internet səhifəsində qəbzlərdə ictimaiyyətə açıq şəkildə, şəffaf şəkildə yerləşdirilib ki, fonda ianə edən bütün vətəndaşlarımız, soydaşlarımız, dünya Azərbaycanlıları zərrə qədər şübhəsi qalmasın ki, ayrılan vəsait təyinat üzrə xərclənməyib. Baxın, elə ianələrdən danışdınız siz. Bugünkü vəziyyət, yəni ki, 5 ildən sonra ianələrlə bağlı vəziyyət necədir? Yəni, yenə mi çoxlu sayda ianələr olunur, yoxsa bu biraz azalıbmı? Azalıbsa nə etmək lazımdır? Hal-hazırda biz əvvəlki 3 il öncəyə, 4 il öncəyə Yaşad Fondunun yeri yarandığı zamanlara baxsaq, indiki ianələrin daxil olma dinamikasında kifayət qədər azalmalar var və Yaşad Fondunun sloqanı, şüarı qələbəni bizə yaşadanları yaşat. Qələbəni bizə yaşadanların yaşaması üçün, yaşatmaq üçün Yaşad Fondunun özü yaşamalıdır. Yaşad Fondu isə xalqımızın, iş adamlarının, dünya Azərbaycanlılarının, xeyirxah soydaşlarımızın, vətəndaşlarımızın könüllü şəkildə etdiyi ianə əsasında yaşayır. Əgər biz hesab ediriksə ki, biz yenə də yaşatmağa davam etməliyik, o zaman biz Yaşad Fonduna ianə etməliyik. Və Yaşad Fondu bu günləri də öz fəaliyyətindədir, öz tibb istiqamətində, təhsillə bağlı öz dəstəklərini göstərir. Mən hesab edirəm ki, bizim xalqımız bu ianələrin azalma tendensiyasını, dinamikasını müsbətə doğru dəyişəcək və həmin dəyişiklikdə bizim şəhid ailə üzvlərimizin və qazilərimizin sosial rifahının yaxşılaşdırılmasında öz köməyini və öz töhfəsini verəcək. Bugünkü dövrdə biz nə etməliyik ki, bu ianələr artsın? Çünki Yaşad Fondu, elə siz də qeyd etdiniz ki, məhz ianələr hesabına formalaşır. Bax, indi nə etmək lazımdır? Bunun bir neçə üsulu var, ianə etmək üçün bir neçə üsul var. Bank köçürmə yolu ilə onlayn qaydada ianə edib, Yaşad Fondunun səhifəsində bir neçə sertifikat növləri var, onlardan əldə edib özlərinə götürə bilər və yaxud da yaxınlarına hədiyyə verə bilərlər. Ödəmə terminalları vasitəsilə ödəniş eləyə bilərlər. Şəhərin bir çox billboardlarında, bir çox böyük alış-veriş mərkəzlərində, bir çox yerlərində, sinemalarda olsun belə Yaşad Fondunun QR koduna rast gəlmək olur və oradan ödəniş edə bilərlər. Və hal-hazırda bizi bu dəqiqə izləyən tamaşaçılarımız əllərinə mobil telefonu götürüb 8110 qısa nömrəsinə müvafiq olaraq 1, 3, 5, 10, 20, 50 manat yazmaqla müvafiq məbləğdə ianə edə bilər və 8110-da eyni zamanda simvolik bir rəqəmdir. 8-ci 11-ci ay bizim zəfər günümüzə ehtiva edir və mən hesab edirəm ki, bizim vətəndaşlarımız, soydaşlarımız, xalqımız şəhid ailələrinin, qazilərimizin ətrafında sıx birləşməlidirlər ki, onların sosial sahədə dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstəklər
bundan sonra da davam etsin. Biz Yaşad Fondunun üzdə olan hissəsini görürük. Yəni biz hazır təmir olunmuş mənzilləri görürük. İnsanların xəstəxanaya gedib qazilərin müalicə olub qayıtmasını görürük və yaxud da şəhid ailələrinə edilən yardımları görürük. Bəs bunun altında hansı çətinliklərlə üzləşirsiniz? Biz istənilən bir işin görünməyən tərəfində sizin qeyd etdiyiniz kimi əziyyət var, zəhmət var. Amma çətinliklər varsa da biz onun öhdəsindən gəlir. Çünki Yaşad Fondunun çalışanlarının, əməkdaşlarının böyük əksəriyyəti 92-93-cü illərdə şəhid olan qəhrəman şəhidlərimizin övladlarıdır. Qazilərimiz orada çalışırlar. Yəni, biz çalışırıq ki, bütün tapşırıqların öhdəsindən layiqincə gələk ki, bizim şəhid ailələrimiz və qazilərimiz o narahatlığı, o çətinliyi hiss etməsinlər. Amma sizin dediyiniz kimi, bütün işlərin özünün çətinlikləri var. Bəzən, misal üçün, bizim qazimiz ölkə xaricində müalicəyə getməlidir. Həmin vaxtda biz orada xəstəxanada boş yer olmur. Onun boş yerini tapmağa çalışırıq, hansı ki, o artıq təcil əməliyyat olunmalıdır. Bütün bu proseslər bəzən Azərbaycan hava yolları ilə danışırıq, onlar sağ olsunlar bizə təcili biletlərlə təmin edirlər, bizim qazilərimiz ölkə xaricinə getsin. Və yaxud da müvafiq infrastruktur layihələri, deyək ki, layihələr həyata keçirdirik tərəfimizdən uşaqlar üçün məktəb ləvazimatları, hədiyyələrin alınması. Düşünün ki, 14 yaşa qədər bütün şəhid övladlarına hədiyyələr verilir, amma onların hədiyyələrin seçilməsi, onların yaşına uyğun, onların oğlan və qız olmaqlarına uyğun, onların həmin o layihənin logistika planlanması, ünvanlara çatdırılması, eyni zamanda məktəb ləvazimatlarında. Yəni, bütün bu arxa tərəfdə müəyyən əziyyət var, amma biz hesab edirik ki, bizim çəkdiyimiz bütün əziyyət bizim şəhidlərimizin etdiyinin qarşısında çox cüzi görünür. Ona görə biz bunu zəhmət və əziyyət kimi qiymətləndirmirik. Siz bayaq elə çıxışınızın əvvəlində konkret rəqəmləri dediniz və bildirdiniz ki, 5 il ərzində olan yardımları, dəstəkləri hamısını göstərdiniz. Amma rəqəmlərdən kənar bu dəstəyi, yardımı necə hiss edirsiniz? Baxın, mən sizə bir şey deyim. Düşünün ki, bizə müraciət edən şəxslər, bax, bir fakt deyim. Bizim bir şəhidimizin övladı var idi, Eldar. Eldarın müraciəti bizə daxil olanda Eldarın sadəcə sağ əli işləyirdi. Bütün bədən hərəkətsiz idi, sadəcə bir sağ əlin barmaqları işləyirdi. Və biz təcili şəkildə prosesə başladıq. Ölkə xaricindən ambulans təyyarə cəlb elədik. Eldarı buradan bir neçə saatdan sonra götürdü və qardaş Türkiyədə Ankara şəhərində Eldar əməliyyat olundu. Eldar ağır əməliyyatlar keçirdi. 3 yaşında olmağına baxmayaraq 9 saata yaxın əməliyyatda qaldı. Və bu günləri biz artıq Eldar gəzir, danışır, özünü ifadə edir. Yəni, xalqımızın iyanəsi ilə, dəstəyi ilə biz Eldarı həyata qaytara bildik və Eldarın müalicəsi üçün, onun ötən dövr ərzində müalicəsi üçün 250 min manatdan artıq vəsait xərclənib. Yəni, çox bu ciddi bir rəqəmdir. Və bu rəqəm bir ailənin qarşılaya biləcəyi rəqəm deyil. Bu günləri Eldarın ayaqda qalması üçün, Eldarın yaşaması üçün Azərbaycan xalqının həmrəyliyi öz sözündür. Azərbaycan xalqının birliyi, qətiyyəti öz sözünüdür ki, iyanəsini edib, yardımını edib və biz bu dəstəkləri göstəririk. Bunu kimi bir çox nümunələr çəkmək olar, bunu kimi bir çox misallar çəkmək olar. Olsun qazilərimizin əməliyyatları ilə bağlı, olsun şəhid ailə üzvlərinin əməliyyatları ilə bağlı, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı, istehlak kreditləri ilə bağlı ki, Yaşad Fondu öz fəaliyyət istiqamətləri üzrə paralel şəkildə həmin zamanlarda bütün müraciətləri təhlil edirdi, qiymətləndirirdi və ədalətli şəkildə də o vəsaitləri ünvanlara təyinat üzrə yönəldirdi. Yaşad Fondunun şəhid ailələrinin övladları, eləcə də qazilərin övladları ilə bağlı keçirdiyi yay məktəblərinin çəkdik və onları televiziyamızda da göstərdik. Bəs bu il nələri planlaşdırılır? Fondun gördüyü işlər barədə istəyirəm danışasınız. Bax, növbəti ildə də, 2026-cı ildə də biz hesab edirik ki, yay məktəbi olmalıdır. Dünənləri mən bir tədbirdə şəhid ailə üzvlərindən görüşdüm, hansı ki 8, 9, 10-cu sinifdə oxuyan şəhid övladları ilə və onların hər birinin mənə verdiyi bir sualı var idi. Bu ildə ölkə xaricində yay məktəbi olacaq, yoxsa yox? Bu deməkdir ki, ailələrdən bizə sosial sifariş var, çağırış var. Biz onların bu istəyini geri çevirə bilmərik. Demək ki, biz bu layihəni yenə də etməliyik.
Amma mən onların özünə dedim ki, bu layihədə seçim sizin özünüzün biliyinizdən asılıdır. 9-cu sinif buraxılış imtahanında ən yüksək nəticəni göstərən şəhid övladları biz Dövlət İmtahan Mərkəzindən qiymətlərinin 9-un buraxılış nəticələrini əldə edirik. İlk onluqda olan uşaqların hər biri ölkə xaricinə gedir. Artıq bu illəri biz o layihəni 3-cü dəfədə keçirmişdik. Birinci il Almaniyanın Frankfurt şəhərində, sonraki illərdə isə London şəhərində həyata keçirilmişdi. Növbəti ildə uyğun bir ölkədə, uyğun bir şəhərdə bu yay məktəbi həyata keçiriləcək. Bundan başqa layihələrdən söz düşmüşkən Yaşad Fondu Yaşad yay düşərgəsini 4-cü dəfə həyata keçirdi və bu layihədə məhz 4-cü Yaşad düşərgəsində çox rekord sayda 457-dən artıq 500-ə yaxın şəhid övladı iştirak etdi ki, bunlardan da 20 nəfəri qardaş Türkiyə Respublikasından gələn şəhid övladları idi ki, onlar da gəldilər bizim şəhid övladları ilə bərabər dostlaşdılar, ünsiyyət formalaşdı, əlaqələr formalaşdı, eyni zamanda Bakını gördülər, Qənimətlər Parkında oldular, Zəfər tağı abidəsini ziyarət etdilər ki, bu da dostluq əlaqələrinin möhkəmlənməsidir. Eyni zamanda biz intellektual marafonu şəhid övladları arasında keçirmişdik və orada qalib olan komandanın üzvlərinin hər birinə müvafiq olaraq birinci yerdə olanlara notebook, ikinci yerdə olana planşet və üçüncü yer tutan komandanın üzvlərinə isə smart saatlar hədiyyə olunmuşdu. Bu cür layihələr hər zaman həyata keçirilməlidir və bu yaxınlarda bilirsiniz 15 sentyabr yəni yeni tədris ilinin başlamasına əlaqədar olaraq isə 1467 şəhid övladına, 1-ci sinifdən 11-ci sinifə qədər gedən şəhid övladlarının hər birinə tərəfimizdən onların ünvanlarında məktəb ləvazimatları təslim edildi. İçində ən az adi karandaşdan, pozandan tutmuş məktəbli çantasına qədər onların bir illik ehtiyacı nədirsə, hamısı tərəfimizdən verildi. Və bu cür layihələri təbii ki, Yaşad Fondu donorların, partnyorların, tərəfdaşların belə deyək, dəstəyi olmadan böyük bu mega layihələri həyata keçirmək çətindir və biz yenə də öz tərəfdaşlarımızla bərabər növbəti illərdə də bu cür layihələri həyata keçirdəcəyik. Yəni indi də Yaşad Fonduna yardım üçün müraciət edənlər varmı? Şəhid ailələri, qazilər indinin özündə də müraciət edirlər ki, bizə dəstək olun. Bəli, müraciətlər olur. Hər gün bizə 100-dən artıq müraciət daxil olur. Müraciətlərin əksəriyyəti tibb istiqamətindədir. Bilirsiniz ki, Yaşad Fondu hər bir şəhid ailə üzvünə və müharibə əlillərinə il ərzində dərman təminatını həyata keçirilir və dərmanlarla bağlı müraciətlər daxil olur. Eyni zamanda bilirsiniz, bütün vətəndaşlarımız icbari tibbi sığortalı hesab edilirlər və icbari tibbi sığortanın xidmətləri zərfində 3100-dən artıq xidmət var ki, bu xidmətlərdən kənar olanları aidiyyatı səhiyyə təşkilatları bizə məlumat verirlər və biz onların özəl tibb müəssisələrində və yaxud da xidmətlər zərfində yoxdursa, onları biz qarşılayırıq. Eyni zamanda bu yaxınlarda 15 sentyabr Bilik Günü münasibətindən biz ilk dəfə ali məktəbə qəbul olan şəhid övladları ilə bərabər görüşdük. Onların hər birinə ilk dəfə məktəbə qəbul olduqları üçün ali məktəbə və biz onlara 2000 manat mükafat veririk. Müraciətlər var. Hər gün 100-dən artıq müraciət daxil olur və bu müraciətlər hər zamanda var. Çünki adamların ehtiyacı var dərmana, müalicəyə, tibbə. Misal üçün dünənləri bizə ürək əməliyyatı ilə bağlı bir şəhid ailəsi müraciət edir və o əməliyyatın, tək o əməliyyatın xərci 12.000 manatdan çoxdur. 12.000 manat bir ailə üçün, təbii ki, bu əməliyyat xidmətlər zərfində olmadığı üçün Aidiyyatı Səhiyyə Qurumundan bizə məlumat verilib. Amma nəzərə alsaq ki, 12.000 manat bir ailə üçün çox böyük bir məbləğdir, amma bir xalq üçün çox cüzi bir məbləğdir. Bəli. Bu 12.000 manat 12.000 şəxsin etdiyi bir manatdır. Biz bunu belə qiymətləndiririk. Ona görə mən iyanə edən soydaşlarımıza, vətəndaşlarımıza da onu demək istəyirəm ki, siz düşünməyin ki, 1 manat, mənim 1 manatdan heç nə olmayacaq. Amma sizin o 1 manatlarınız yığılır və 10.000 manatlar edir və insanların sağlamlığında öz sözünü, öz töhfəsini verir. Yaşad Fondu bundan sonra öz fəaliyyətini daha neçə il davam etdirə bilər? Mən hesab edirəm ki, Yaşad Fondu öz fəaliyyətini sona qədər davam etdirməlidir. Yəni, bundan sonra davam etdirməlidir. Mən yenə dediyim kimi, əgər nəzərə alsaq ki, insan sağlamlığından söhbət gedir və bu sağlamlıqla bağlı olan məsələlərin hər biri xidmətlər zərfində yoxdur və yaxud da ölkə xaricində bizim qazilərimiz əməliyyat olunur və bu günləri bizim bir qazimiz ölkə xaricindədir. Onun əməliyyatı orada böyük bir məsrəf, böyük bir vəsait tələb edir və o məbləğlər bir ailənin, bir şəxsin qarşılaya bilməyəcəyi məbləğlərdir. Ona görə mən hesab edirəm ki, bu
iyanələr davam etməlidir, yaşamalıdır ki, yaşatmağa davam etsin. Bu günləri yüzlərlə insan hər gün dərmanla bağlı bizə müraciət edirlər. Çünki onların sağlamlığında, səhhətində hər hansı bir narahatlıq olur, həkimə müraciət edirlər və dərman təminatı təbii ki, dövlət tərəfindən müəyyən xəstəliklər var ki, onların dərman təminatı pulsuz həyata keçirilir, dövlət tərəfindən qarşılanır. Amma olmayanlar var ki, onu Yaşad Fondu tərəfindən qarşılanır. Eynək təminatı ilə bağlı Yaşad Fondu öz dəstəyini göstərir və digər məsələlərlə bağlı. Elməm, xahiş edirəm, verilişin sonunda bir də bu dəstəklə bağlı müraciət eləyəsiniz ki, insanlar hara müraciət eləməlidirlər, hansı nömrəyə SMS göndərməlidirlər ki, məhz Yaşad Fonduna iyanələr eləsinlər? SMS göndəriləcək nömrə 8110-dur və hər kəsin mobil telefonu onun əlinin altındadır, əl çatandır. 8110-a müvafiq olaraq 1, 3, 5, 10, 20, 50 yazıb SMS vasitəsilə öz iyanəsini edə bilərlər. Yaşad Fondunun rəsmi internet səhifəsindən onlayn qaydada iyanə edə bilərlər və orada onlayn qaydada bir çox sertifikat nömrələri var və onlardan da biri Zəfər sertifikatıdır. Mən hesab edirəm ki, Zəfər günü ərəfəsində də insanlar bir-birinə təbrik edərkən həmin sertifikatı öz dostunun adını alıb təqdim edə bilər, öz ailə üzvünün adını alıb təqdim edə bilər. Bundan başqa ödəmə terminalları vasitəsilə istənilən ödəmə terminalında Yaşad Fondunun xeyriyyə bölməsindən etmək mümkündür. Bankların tətbiqlərində bu bir çox bankların, demək olar ki, bütün bankların tətbiqlərində bunu etmək mümkündür. İstənilən banka yaxınlaşıb Yaşad Fonduna iyanə etmək mümkündür və Yaşad Fondunun 6 hesab nömrəsi var. Manat, lirə, rubl, funt sterling, dollar, avro ki, dünya Azərbaycanları dünyanın istənilən nöqtəsindən öz iyanələri edə bilsinlər ki, qələbəni bizə yaşadanları birlikdə yaşadaq. Elməm, təşəkkür edirəm. Studiyamıza gəlib suallarımızı ətraflı cavablandırdığınız üçün minnətdaram sizə. Mən təşəkkür edirəm, çox sağ olun. Xatırladım ki, studiyamızın qonağı Yaşad Fondunun rəhbəri Elvin Hüseynov idi. Biz onunla Anım günündə Yaşad Fondunun fəaliyyətindən, bu günə kimi görülən işlərdən və bundan sonra görüləcək işlər barədə danışdıq.